Dostlar, Temuda gömrük bəyanı edə bilmirsinizsə, yəni Smart Customs tətbiqində e-ticarət bölümünə bəyan edilməyənlər bölümünə bağlamanız düşmürsə, bu zaman Temuya daxil olursunuz və burada aşağı tərəfdə siz yazılıb. Buna klikləyirsiniz. Buradan isə sifarişləriniz bölümünə daxil olub və buradan son etdiyiniz sifarişə klikləyirsiniz. Və burada gördüyünüz kimi biraz aşağı sürüşdürdükdən sonra sifarişi izlə deyə bir şey var. Buna daxil olursunuz və burada baxın, Demir Kargo qarşısına isə əlaqə yazılıb. Yəni bu bizim məhsulumuzun çatdırılma şirkətinin Demir Kargo olduğunu bildirir. Əlaqə düyməsinə klik edirik və burada gördüyünüz kimi bizə müəyyən əlaqə ünvanları verilib, telefon nömrəsi, e-poçt ünvanı falan verilib. Hamısını indi üsul olaraq göstərəcəm. İlk öncə biz e-poçt üsulunu yoxlayaq. Burada baxın, info@demirkargo.com deyə bir şey var. Bunu əzbərləyin və ya bir yerə qeyd edin. Daha sonra bu Temudan çıxın və gəlin telefonunuzdakı Gmail proqramına. Baxın, bu proqrama daxil olacaqsınız və burada baxın aşağıda tərtib edin deyə bir şey yazılıb, qələm işarəsi var. Buna klik edin və az öncə qeyd etdiyim kimi Demir Kargo'nun e-poçt ünvanını bura yazırsınız. Baxın, az öncə gördüyümüz e-poçt ünvanı bu idi. Yəni info@demirkargo.com falan belə bir şeydir. Bunu buraya əlavə edin. Mövzu bölümünə isə FIN-kod problemi yazın. Baxın, bu formada böyük hərflərlə FIN-kod problemi yazın ki, onlar mesajınızı görən kimi o dəqiqə klikləyib sizə cavab versinlər və e-məktub yazın bölümünə isə bir mətn verəcəm. Bunu qeyd edin. Deməli, burada gördüyünüz kimi salam yazmışam. Ardıca isə bir TM, bir bağlama kodu kimi bir şey var. Bunu hardan kopyalayacaqsınız, bunu göstərim. Yenə Temuya girirsiniz və burada gördüyünüz kimi az öncə girdiyimiz yerdə Demir Kargo sözünün qarşısında bir şey yazılıb. Baxın, TM bir də rəqəmlərlə qarışıq bir şeydir. Bunu kopyalayıb klik edəcəksiniz və az öncə qeyd etdiyim kimi az öncəki mesajımızın içinə bunu əlavə edirik. Baxın, salam TM falan nömrəli izləmə koduna sahib olan Temu bağlamasında FIN kod səhv yazılıb. Xahiş edirəm redaktə edin. Düzgün FIN kod budur. Bu formada bir mesaj yazın və özünüzə məxsus olan düzgün FIN kodunuzu səhv olmadan buraya yerləşdirin və sağ üstdən baxın göndərmə işarəsi var. Buna klik edib göndərin və onlar 24 saat içində və yaxud da 2 gün içində özü sizin mesajınıza geri dönüş edəcəklər və problemi həll edəcəklər və problem həll olunduqdan sonra Smart Customs-da bəyan edilməyənlər bölümündə həmin məhsulu görəcəksiniz. Və Temuda həmin çatdırılma şirkətinin e-poçt ünvanı qeyd olunmayıbsa, burada siz zənci ilə edə bilərsiniz. Baxın, telefon işarəsinə vurursunuz, avtomatik olaraq burada bizim nömrə bizim telefonumuza yığılır. Baxın, ulduz 54 32. Buna klik edib zəng et düyməsinə klik edin. Orada sizə müəyyən sözlər deyəcək. Filan şirkət üçün 1-ə toxunun, filan şirkət üçün 2-yə toxunun, bunları deyəcək. İstəsəz belə də edə bilərsiniz. Yox, bu vaxtınızı alacağını düşünürsünüzsə, gəlin bir üsulda göstərim mən sizə. Bunu etmək üçün bizə Instagram lazımdır. Instagrama daxil olacaqsınız və Instagramın axtarış çubuğunu aktiv edib buraya Demir Kargo yazacaqsınız. Baxın, gördüyünüz kimi Demir Kargo yazdım. Burada üstə çıxan yox. Baxın, üstə çıxan orijinal hesaba oxşamır, amma ikinci hesab dəqiq orijinal hesabdır. Baxın, paylaşdığı postlardan, hekayələrdən falan bilinir. Düzdür, takipçisi az olsa da həmin hesabdır. Buradan siz keçib mesaj bölümünü aktiv edirsiniz və az öncə maildə qeyd etdiyimiz kimi bir mesaj yazırıq. Baxın, eyni mesajı elə bura yerləşdirdim. Baxın, yazdım ki, salam, izləmə koduna məxsus falan filan falan. Az öncəki kimi filmi falan əlavə etdim. Dəqiq qeyd edin, sonra göndərin. Bunlar sizə az öncə qeyd etdiyim kimi bir günə falan cavab verəcək və probleminizi həll edəcək. Sizdən məlumat ala bilərlər. Bağlamanız Temudandır və yaxud da Trendyoldandır falan, bunu soruşa bilərlər və yaxud da ad soyad falan soruşa bilərlər. Onlara düzgün şəkildə cavab verin və onlar rahat bir şəkildə həmin finə əlavə edəcəklər və problemi həll edəcəklər və az öncə qeyd etdiyim kimi problem həll olunduqdan sonra Smart Customs-a bəyan edilməyənlər bölümündə avtomatik olaraq bir yazılacaq və gömrük bəyanı buraya gələcəkdir. Və gömrük bəyanı haqqında da ətraflı videomuz var. Sağ üstdən daxil olub ətraflı izləyə bilərsiniz. Və sizə əlavə olaraq da bir tövsiyə verim ki, sifariş verərkən diqqət edin. Sifarişi tam təsdiqləməzdən əvvəl mütləq fininizi və kart məlumatlarınızı falan dəqiq yazın ki, belə problemlər çıxmasın. Baxın, gördüyünüz kimi burada zaten siz sifarişi təsdiqləməzdən əvvəl sizdən yenidən məlumatları soruşur ki, məlumatlar düzdür yoxsa yox. Bunu tam dəqiq yoxlayın. Findir, telefon nömrəsidir, ad soyaddır, mütləq bunları dəqiq yazın. Bir də nəzərinizdə saxlayın ki, Azərbaycan şəxsiyyət vəsiqələrində fin 7 simvoldan ibarət olur. Yəni ya hərf ola bilər bu, ya rəqəm ola bilər. Yəni hərflərlə, rəqəmlərlə qarışıq 7 dənə simvoldan ibarət olur. Yəni 7 simvol orada düzgün yazılıbsa heç bir problem çıxmayacaq. Bunu da yadınızda saxlayın. Bəli, sizə verəcəyim məlumatlar bunlar idi. Aşağıdan kanalımıza abunə olub videomuza like ataraq bu formada videoların davamının gəlməsinə kömək ola bilərsiniz. Sağ olun, salamat qalın.